Qarabağ asan yemdir. Bu sözləri mən demirəm. Bu sözləri Qarabağın növbəti rəqibinin futbolçusu deyir. Bir qədər sonra ətraflı məlumat verəcəm. Sizcə Benficanı məğlub edib Avropaya səs salan Qarabağ komandası doğrudanmı asan yemdir? Fikirlərinizi siz yazın. Eyni zamanda maraqlı transfer və futbol xəbərlərindən xəbərdar olmaq istəyirsinizsə, mütləq videonu sona qədər izləyin. Qarabağ komandası Ramil Şeydəyevdən sonra daha bir futbolçunu, möhtəşəm bir futbolçunu transfer etməyə hazırlaşır dəyərli dostlar. Həmçinin Marko Yankoviçdən də pis xəbər var dəyərli dostlar. Qarabağın düşərgəsindən digər xəbərləri də sizin nəzərinizə çatdıracaq. Təbii ki, videonu sona qədər izləsiniz. Videonu izləyin, abunə olun, bildirişləri açıq tutun və dostlarınızla paylaşmağı unutmayın. Mən isə xəbərlərin geniş təfsilatına keçid alın. Qarabağın növbəti rəqibi Kopenhagen komandasının futbolçusu Yusufa Maukaka Qarabağ haqqında maraqlı bir açıqlama edib. O bildirib ki, Bayer Leverkusen canını qurtara bildi. Qarabağ isə canını əlimizdən qurtara bilməyəcək. Qarabağ asan yemdir. Onları Bakıda məğlub edəcəyik. Bəli, onlar Bakıda Qarabağı məğlub etməyi düşünürlər. Sizcə Benficanı məğlub edən Qarabağ yoxsa Bayer Leverkusen ilə heç edən Kopenhagen Bakıdakı görüşdə qələbə qazanacaq? Fikirlərinizi bu barədə şərhlər bölümündə mütləq yazın. Hesab təxminlərinizi də yazın dəyərli dostlar. Qarabağın düşərgəsindən bəzi maraqlı xəbərləri sizin nəzərinizə çatdırmaq istəyirəm dəyərli dostlar. Qarabağın zədəli futbolçusu Marko Yankoviçin vəziyyəti kifayət qədər ciddidir. Bu barədə klubun mətbuat xidmətindən Anar Hacıyev məlumat verib. Marko Yankoviçin zədəsi ilə bağlı ilkin dəyərləndirmə belə idi ki, əzələ spazmıdır. Yəni Benfica oyunda belə bir ehtimal vardı. Sonradan MRT müayinəsi zədənin daha ciddi olduğunu göstərdi. Müayinədən sonra müəyyənləşdi ki, dördbaşlı əzələnin gərilməsi diaqnozudur. Yankoviçin komandaya qayıtması təxminən 6 həftə çəkəcək. Bu isə o deməkdir ki, Qarabağ komandasının oktyabrın 1-də Kopenhagen Danimarka təmsilçisinə qarşı Bakıda keçirəcəyi görüş və oktyabrın 22-sində İspaniyada Atletik Bilbao'nun meydanda başlayacaq səfər maçında Marko Yankoviç meydanda olmayacaq, təəssüf. Komandanın əsas üzvlərindən biridir Marko Yankoviç. 30 yaşlı yarım müdafiəçi Benfica ilə oyunda 77-ci dəqiqədə zədələr sonra ağrı hiss etdiyi üçün meydanı tərk etmişdi, əvəzlənmişdi. Bu arada Marko Yankoviçin həmyerliləri Montenegrolılar mətbuatda kifayət qədər Yankoviçlə bağlı mövzulara yer ayırıblar dəyərli dostlar. Onlar bildirirlər ki, 30 yaşlı futbolçu Qarabağ komandasında maestro rolunu ifa edir və komandanı idarə edir. O tez-tez komanda yoldaşlarına göstəriş verməklə yanaşı özü də kifayət qədər yüksək səviyyədə çıxış edir. Onlar fikirləşirlər ki, Marko Yankoviç Qarabağdan daha yüksək liqada çıxış edən başqa bir kluba da keçə bilər və milli komanda üçün də liderlik funksiyasını yerinə yetirə bilər deyə Montenegro mətbuatı Marko Yankoviç haqqında ağız dolusu danışır. Dəyərli izləyicilər, UEFA Çempionlar Liqasının birinci turunun ən yaxşı futbolçularından ibarət simvolik komanda açıqlanıb. Bu 11-likdə maraqlıdır ki, Qarabağın da futbolçusu yer alıb. Söhbət 24 yaşlı Braziliyalı yarım müdafiəçi Pedro Bicalho'dan gedir. Benfica Qarabağ oyununda ən yaxşısı seçilmişdi. Dəyərli dostlar, Pedro Bicalho ilə yanaşı kifayət qədər tanınmış futbolçular da Çempionlar Liqasının simvolik komandasına yer alıblar. Qapıcı Jeronimo Rulli Olimpik Marseille'in qapıcısıdır. Real Madrid ilə Marseille komandası qarşılaşmışdı. Müdafiəçilər Marcos Llorente Atletico Madrid, Virgil van Dijk Liverpool, Derrick Lucasen Pafos və Yusufa Miochi Slavia Praga. Yarım müdafiəçilər Marcos Rashford Barcelona, Hans Van Aken Brugge, Pedro Bicalho Qarabağ, Francisco Trincão Sporting Lisabon. Hücumçular Marcos Thuram Inter, Harry Kane Bavariya. Dəyərli dostlar, gördüyünüz kimi dünyanın ən yaxşı komandalarından burada futbolçular var və Pedro Bicalho da bu futbolçularla çinin-çinədir. Uğurlar diləyək Qarabağımıza və onun futbolçularına. Bildiyiniz kimi Qarabağ komandası Benfica ilə qarşılaşmazdan öncə Benfica'nın prezidenti və baş məşqçisi də
müəyyən iddialı açıqlamalar vermişdilər. Qarabağı aşağılamağa çalışırdılar. Öz açıqlamalarla bəlkə də psixoloji təsir etməyə çalışırdılar. Bəli, baş məşqçi Leqi də belə açıqlamalar vermişdi. Bu açıqlama ona baha başa gəldi. Qurban Qurbanovun yetirmələri Benficanı məğlub etdikdən sonra Leqi də istirahətə göndərildi dəyərli dostlar və onun yerinə bildiyiniz kimi Mourinho gətirdi. Maraqlıdır ki, Mourinho da bu il Fenerbahçe'dan göndərilmişdi. Özdə nə vaxt göndərilmişdi? Benfica komandası Fenerbahçe'ni məğlub etdiyi üçün Mourinho Fenerbahçe'dan göndərilmişdi. Bu dəfə isə Fenerbahçe'ni məğlub edən Benfica'nı Qarabağ məğlub etdiyi üçün Leqi yola salındı. Onun əvəzinə deməli Mourinho gətirildi. Maraqlı bir hadisədir. Onu da sizin nəzərinizə çatdırıb sizinlə bölüşmək istədim dəyərli dostlar. Dəyərli izləyicilər, bildiyiniz kimi Qarabağ komandası transfer etmədiyi üçün çoxlu tənqidlər olundu. Dünən Ramil Şeydayevin komandanın sıralarına qoşulması da birmənalı qarşılanmadı. Kifayət qədər tənqid olundu. Bir daha bilməyənlər üçün qeyd edim ki, 29 yaşlı Ramil Şeydayevlə Qarabağ komandası 1 illik müqavilə imzalayıb və 77 nömrəli formanı geyinəcək Qarabağın sıralarında. Buna qədər milli komandamızda 69 oyuna çıxıb Ramil Şeydayev, 10 qol vurub. Qarabağın düşərgəsində 3 dəfə fərqli vaxtlarda çıxış edib. Belə ki, 2017-2018 mövsümündə və 2021-2023 mövsümündə buna qədər Qarabağın formasını geymişdi. Bu 3-cü dəfədir dəyərli dostlar. Qarabağın formasını geyinəcək. 2022-2023 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olmağı da bacarıb. Əslində karyerasına diqqət yetirsək, kifayət qədər yaxşı bir karyerasının olduğunu görürük. Zenit, Rusiya, Rubin, Kralya Sovetov, Moskva Dinamosunda da çıxış edib. Rusiyada bu 4 klubda çıxış edib. Türkiyədə Trabzonspor, Kocaelispor, Slovakiyada Jirina, Taylandda Buriram United və ölkəmizdə Sabah, Neftçi və Qarabağ komandasında çıxış edib. Kifayət qədər zəngin əslində karyerası var bir Azərbaycan futbolu səviyyəsində. Ən yüksək səviyyədə məncə karyerası var. Amma Qarabağ azarkeşləri Şeydayevdən yüksək performans gözləmirlər. Ümid edirəm ki, yanıltmış olar bizi və yaxşı performans göstərəcək. Bəs Qarabağ komandası başqa bir transfer edəcəkmi? Xüsusilə Çempionlar Liqasının iştirak ərizəsinə əlavə etmək şansımız da var ikən, Qarabağ komandası Benficanı məğlub etmişkən, növbəti mərhələ şansımızın, belə deyək, şansımız üçün qapı açılmışkən, niyə də transfer etməsin Qarabağ komandası? Bu barədə araşdırma etmişəm, onu da sizin nəzərinizə çatdırım. Dəyərli izləyicilər, tez-tez şərhlər bölümündə sual verirsiniz ki, Qarabağ transfer edəcəkmi? Bu sualı cavablandırmaq istədim. Bir qədər araşdırma apardım və məlum oldu ki, Qarabağ komandası hal-hazırda 2 futbolçu ilə aktiv danışıqlar aparır. Biri hücuma meyilli yarım müdafiəçidir, dəyərli dostlar. Digəri isə yarım müdafiəçidir, dəyərli dostlar. Biri isə mərkəz hücumçusudur. Bu iki futbolçudan ən azı birinin transferi reallaşa bilər yaxın günlərdə. Qeyd edim ki, futbolçulardan birinin hal-hazırda klubsuz olduğu bildirilir. Digərinin klubu var, amma qarşılıqlı razılıq əsasında öz klubu ilə müqaviləsinə xitam verə bilər. Təbii ki, danışıqlar Qarabağla müsbət yekunlaşdı. Yaxın günlərdə yəqin ki, futbolçunun adları da bəlli olacaq. Biz də sizin nəzərinizə çatdıracağıq. Ona görə də kanalımızı izləmədə qalın. Abunə olun, bildirişi açıq tutun və dəstək üçün videonu bəyənməyi də unutmayın. Bura qədər izləmişsinizsə, fikirlərinizi yazmamışsınızsa, fikirlərinizi də şərhlər bölümündə yazın. Ekranda gördüyünüz videolardan birini seçib izləməyi tövsiyə edirəm. Növbəti videoda görüşmək ümidi ilə hələlik.